Monqolistanın Namqon vadisində Namqon 1 və Namqon 2 arxeoloji komplekslərinin qoruyucu hasarlarının açılış mərasimi keçirilib. Türk Akademiyası, Monqolistan Elmlər Akademiyasının Arxeologiya İnstitutu ilə birlikdə bir neçə ildir bu əraziyə geniş miqyaslı arxeoloji tədqiqatlar aparır. Mərasimdə Türk Akademiyasının rəhbərliyi, Monqolistanın elmi qurumlarının nümayəndələri, eləcə də birgə layihənin icrasında iştirak edən arxeoloqlar və tədqiqatçılar iştirak ediblər. Qoruyucu infrastrukturun yaradılması Namqon vadisinin unikal arxeoloji institutunun qorunması istiqamətində növbəti mərhələ olub. Bu ərazidə 2019-cu ildə aparılan birgə tədqiqatlar 2-ci Türk xaqanlığının tarixi ilə bağlı yeni məlumatların əldə edilməsinə imkan yaradıb. Beynəlxalq elmi layihə artıq bir sıra mühüm kəşflərlə yadda qalıb. 2022-ci ildə Namqon 2 abidəsində qədim türk və soq yazıları olan daş stelanın yuxarı hissəsi aşkar edilib. Yazıların oxunması nəticəsində ilk dəfə olaraq Qutluq xaqanın adı çəkilən mətn fraqmentləri müəyyənləşdirilib. Bu da abidənin xaqanlara məxsus xatirə kompleksi kimi tanınması üçün elmi əsas yaradıb. Sonrakı illərdə davam etdirilən tədqiqatlar nəticəsində stelanın qədim türk və Çin mətnləri olan aşağı hissəsi də aşkar edilib. Türk Akademiyası, Monqolistan Elmlər Akademiyasının Arxeologiya İnstitutu və Daxili Monqolistan Universitetinin alimlərinin birgə işi nəticəsində Çin yazısında Qutluq titulu və türk etnonimi müəyyən olunub. Bu fakt kompleksin 2-ci Türk xaqanlığının banisi Elteriş Qutluq xaqanın hakimiyyəti dövrünə aid olduğunu təsdiqləyən daha bir mühüm sübut kimi qiymətləndirilir. Qoruyucu hasarların açılması erkən orta əsrlər türk xalqları tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyan abidələrin qorunmasına xidmət edir. Bu addım həmçinin gələcək arxeoloji tədqiqatlar və beynəlxalq elmi əməkdaşlıq üçün zəruri şərait yaradacaq. Türk Akademiyası və Monqolistan Elmlər Akademiyasının Arxeologiya İnstitutu Namqon vadisində birgə tədqiqatları davam etdirmək niyyətindədir. Bu ərazi qədim türklərin tarixi və sivilizasiyası haqqında müasir elmi bilikləri ciddi şəkildə zənginləşdirə biləcək yeni kəşflər üçün böyük potensiala malikdir. TV1-in Orta Asiya üzrə müxbiri İldırım Musayev, Ayan Hüseynli, TV1.